Meyxanaçı Vüqar Əbdülov 6 ay müddətində azadlıqdan məhrum edilə bilər. Reallıq TV bildirib ki, bu barədə Qaynar İnfoya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, əməkdar artist, müğənni, bəstəkar Elza Seyidcahanın meyxanaçı Vüqar Əbdülova qarşı qaldırdığı məhkəmə iddiasının hüquqi tərəflərini izah edərkən deyib. Vəkilin sözlərinə görə, əgər Vüqar Əbdülova qarşı irəli sürülən iddia məhkəmə qaydasında təsdiqini taparsa, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saata qədər müddətə, ictimai işlər və ya 1 ilədək müddətə, islah işləri ya da 6 ayədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Yəni təqsiri sübuta yetirilərsə, 6 ay müddətində azadlıqdan məhrum edilə bilər. Xatırladaq ki, əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovdan hüquq mühafizə orqanlarına şikayət edib. Elza Seyidcahan qarşı tərəfi onun şeirlərini ələ salmaqda ittiham edib. Şeirimin sözlərini səhv deyib. Tüpürüm sizin ağzınıza, qazanı açdım, kəfini yedim. Mən də 102-yə zəng edib, onu polis idarəsinə gətizdirdim. Yaradıcılığımı təhqir etmişdi. Ona cinayət işi açılıb. Hələ də məhkəmə davam edir. Qoymaram ki, kimsə bunu təhqir etsin, deyə bildirib. Xatırladaq ki, Vüqar Əbdülov Elza Seyidcahanın şeirlərini ələ salaraq, qazanı açdım, kəfini yedim. Bu nədir? Vallah qaytaracaqsan sözlərini deyib.